Salam aleyküm dəyərli. Kimya 8-ci sinif 1.4-cü mövzu, yəni müasir dövrü cədvəl mövzusunun video dərsinə baxaq. Bismillah. İnşallah bu dərs ərzində biz nələr öyrənəcəyik? Birincisi, Henry Moseley'nin fəaliyyətinə baxacağıq. Sonra müasir dövrü cədvəldə dövr və qrup anlayışlarına baxacağıq. İnşallah ki, sonra qruplarda elektron sonluğuna baxacağıq və sonra da bir tapşırıq eləyəcəyik. Gəlin birinci baxaq görək bu Henry Moseley kimdir və nə edibdir? Henry Moseley nə elədi? Bu Henry Moseley'ə qədər ümumiyyətlə hələ ki təzsiz qazlar kəşf olunmamışdır. Təzsiz qazlar da artıq kəşf olunmağa başladı və artıq belə deyək, dövr sistemi cədvəlində bir çatışmazlıqlar müşahidə olunmağa başladı. Sonra Henry Moseley də bəzi kəşflər elədi. Ondan sonra da dövr sistemi cədvəlində olan o natamamlıqları çox dildə desək tamamlamış oldu. Henry Moseley nə elədi? Baxın bir aparat düzəldibdir. Qoy bir. Bu nə edibdi Henry Moseley? Deməli ayrı-ayrı elementləri, baxın bu hissədə ayrı-ayrı elementləri yerləşdiribdi və bu gördüyünüz bu hissələrin vasitəsilə də elementləri sağa-sola sürüşdürməyə başlayıbdı. Və sonra buradan da elektronla bombardman eləyibdi. Və nə baş veribdi? Müəyyən eləyib ki, məsələn, hər bir element o bombardmanın təsirindən müəyyən çobud deyim də, belə deyək də, müəyyən dalğa uzunluğuna malik şüalar özündən yaymağa başlayır və həmən şüalar da bu prizmadan əks olunurdu və sonra da bu ekranda da qeyd olunurdu. Və buna əsasən Henry Moseley müxtəlif protonlara malik elementlərin müxtəlif uzunluqda, dalğa uzunluğu olan şüalar deməli yaydığını müəyyən elədi və protonların dəqiq saylarını tapdı. Və neynədi? Dedi ki, elementlərin xassələri, dövr sistemindəki mövqeləri onların kütlələrindən deyil, onların proton sayından, elektron sayından asılıdır. Və beləliklə müasir dövr sistemi cədvəlinin əsası qoyulmağa başladı. Deməli, Henry Moseley'ə qədər insanlar atomların kütlələrinin artması ardıcılığı ilə düzürdülər elementlər. Məsələn, bu Mendeleyevdə də var idi. Amma Henry Moseley'nin fəaliyyətindən sonra insanlar artıq proton saylarının artması ardıcılığı ilə elementləri düzməyə başladılar. İndi gəlin müasir dövr sistemi cədvəlinə baxaq. Görək bu müasir dövr sistemi cədvəlində nələr var. Dəyərlilər, baxın müasir dövr sistemi cədvəlinə baxanda bir elementlərə biz iki istiqamətdə baxa bilərik. Bir yuxarıdan aşağıya baxa bilərik. Bu yuxarıdan aşağıya 18 dənə sütun görürsünüz burada. Biz bunlara deyəcəyik qruplar. Bir də soldan sağa istiqamətdə baxa bilərik. Baxın hidrogen, helium, litium, berilyum, nə bilim bor, karbon, azot, oksigen, flor, neon, nəsə belə bu şəkildə. Yəni soldan sağa baxa bilərik. Bunlara isə biz deyəcəyik dövrlər. Fikir verin, dövrlərin sayı 1, 2, 3, 4, 5, 6, 7. Deməli 118 element var. Biz onları 18 dənə sütunda, yəni 18 dənə qrupda yerləşdirmişik və bir də 7 dənə dövrdə yerləşdirmişik. Biz deyəndə, yəni alimlər onları elə yerləşdiriblər. Dəyərlilər, dövr sistemi cədvəlinə diqqət elədikdə, bir dənə bura diqqət edin. Baxın, burada görürsünüz lantanda bir dənə ulduz işarəsi var. Həmçinin aktiniumda bir dənə ulduz, iddialısı 2 dənə ulduz işarəsi var. Bunlar niyə belədir? Normalda əslində burada, baxın, bu iki cərgə elementi görürsünüz. Normalda əslində bu cərgədəki elementlərin hamısı bu lantanın olduğu yerdə yerləşməlidir. Sonra bu hissəyə diqqət edin. Bu hissədəki elementlərin hamısı da aktiniumun yerləşdiyi hissədə olmalıdır. Sadəcə onu qoysalar, dövr sistemi cədvəli biraz eybəcər görünəcək. Yəni, məsələn üçün, buna diqqət edin. Yəni, normalda belə görünəcək dövr sistemi cədvəli. Bu belə görünməsin deyə, bu iki dənə gördüyünüz bu cərgəni kəsirlər, ayrıca verirlər dövr sistemi cədvəlini. Yəni, əksər dövr sistemi cədvəllərində siz bu yuxarıdakı şəkildə görəcəksiniz. Aşağı şəkildə nadir hallarda görəcəksiniz, belə deyim. Sonra dahası geri qaydaq bir. Bu dövr sistemi cədvəlinə biz iki cür diqqət edəcəyik. Bir, dedik ki, baxın 18 dənə sütun verdik, 18 dənə qrup. Bir də belə bir şey var dəyərlər. Dövr sistemi cədvəlində qruplar iki cür ola bilir. Əsas və əlavə yarım qruplar. Baxın, bu mənada əgər biz dövr sistemi cədvəlinə yanaşsaq, onda vəziyyət biraz dəyişir. Baxın, gördüyünüz bunlara, indi mən yazacaqlarım əsas yarım qruplar olacaq. Yəni buna deyəcəyik biz 1A, sonra 2A, sonra 3A, 4A, 5A, 6A, 7A və 8A. Bax, mən fikir verilsə, Roma rəqəmləri ilə indi işarələyəcəm, ancaq bəzi hissələri işarələdim.
bir qismini işarə eləmədim. Yəni, mən buna əslində belə deyəcəm. Bu gördüyünüz 1A-dır. Birinci Roma rəqəmlərini işarə edirəm. İkinci A. Sonra bax, işarə eləmədim. Gəldim. Üçüncü A. Dördüncü A. Beşinci A. Altıncı A. Yedinci A. Və 8-ci A. Dəyərli dostlar, gördüyünüz kimi A qrupları, deməli, hər bir iki cür baxdıq. Birinci baxanda dedik ki, bunlara 18 dənə qrup şəklində baxdıq, sütun şəklində baxdıq. Bir də biz bunlara əsas və əlavə yarım qruplar şəklində baxacaq. Əsas yarım qruplar bu işarələdiklər elmdir və gördüyünüz kimi həmsini A yazmışam. A əsas yarım qrup deməkdir. Yəni, hal-hazırda hidrogen, lityum, natrium, kalium, rubidium, sezium, fransiyum birinci əsas yarım qrupun elementləridir. Berilyum, maqnezium, kalsium, strontium, barium və radium da ikinci əsas yarım qrupun elementləridir. Fikir verin, baxın, digər hissələri boş saxlayıb, keçdim 3A-ya. Yəni, bu hissələr artıq əsas yarım qrup elementləridir. Və dahası, dəyərlər, gəlirik, növbəti hissə artıq əlavə yarım qrup olacaq. Əlavə yarım qruplarda da şagirdlər deyirlər ki, müəllim, əgər 18 dənə qrup varsa, bunun 8-i əgər əsassa, onda belə çıxır ki, onu da əlavə yarım qrupdur. Xeyr. Burada biraz qəribə bir şey var. Baxın, əlavə yarım qruplarda bu gördüyünüz 1B-dir. Yəni, birinci qrupun əlavə yarım qrupudur. Sonra bu gördüyünüz 2B-dir. Yəni, bu gördüyünüz dediyim, baxın, bu hissəni nəzərdə tuturam. İndi birazdan daha çox aydınlıq gətirəcəm. Gəlirik, bu hissə 3B-dir, bu hissə 4B-dir, bu hissə 5B, 6B, 7B, baxın, bu hissənin 3-ü bir yerdə olacaq 8B. İndi bir dənə də diqqət eləyək bura. Dəyərli dostlarım, deməli, gördüyünüz bu hissə oldu birinci qrupun əsas yarım qrupu, ikinci qrupun əsas yarım qrupu, üçüncü qrupun əsas yarım qrupu, dördüncü qrupun əsas yarım qrupu, beşinci qrupun əsas yarım qrupu, altıncı qrupun əsas yarım qrupu, yedinci qrupun əsas yarım qrupu və 8-ci qrupun əsas yarım qrupu. Bunlar oldu əsas yarım qruplar. Əlavə yarım qruplarda bu hissə oldu birinci qrupun əlavə yarım qrupu, ikinci qrupun əlavə yarım qrupu, üçüncü qrupun əlavə yarım qrupu, dördüncü qrupun əlavə yarım qrupu, 5-in, 6-nın, 7-nin və bu üçü birlikdə oldu 8-in əlavə yarım qrupu. Onda belə çıxır ki, bax, bu hissəyə görə əsas və əlavə kimi baxsaq, deməli, qruplara bir normal baxa biləcək. Yəni, 18 dənə biz qrup şəklində qeyd edirik, yuxarıdan aşağıya sütunlar. Bir belə baxa bilərik. Bir də, əgər əsas əlavə söhbətlərini deməli, gündəmə gətirirsə, deyəcək, 8 dənə əsas yarım qrup var. Biz onları A ilə işarə elədik. 8 dənə də əlavə yarım qrup var. Səbəb bəs niyə görə 2 dənə az oldu, yəni 18 olmadı? Çünki 8-ci qrupda 1 deyil, 3 sütun var. Belə. Dahası dəyərlər, dövr sistemi cədvəlində elementləri siz nələrini görəcəksiniz? İşarələrini, simvollarını görəcəksiniz. Sonra onun nəyini görəcəksiniz? Proton sayını görəcəksiniz. Bir də onun nisbi atom kütləsini görəcəksiniz. Məsələn, uşaqlar, baxın, deyək ki, götürək lityumu. Lityumda görürsünüz, lityumun siz adını gördünüz, işarəsini gördünüz. Sonra onun nisbi atom kütləsini gördünüz. Daha sonra nisbi atom kütləsi, baxın, bu hissənin nisbi atom kütləsi və bir də onun sıra nömrəsi, yəni protonlarının sayını gördünüz. Element hansı sıra nömrəsinə maliksə, o qədər də protonu var deyəcəyik. Keçək növbəti məsələmizə. Dəyərli şagirdlər, indi elementlərin elektron sonluğu məsələsi var. Gəlin bir neçə elementə diqqət eləyək. Məsələm üçün deyək. Deyək ki, götürək hidrogen elementi. Bu birinci elementdir. Biz elektron konfigurasiyasını yazmağı öyrənmişik və buna əsasını deyirik ki, 1s1 şəklində qurtaracaq. İkinci, götürək lityum elementini. Lityum elementi üçüncü elementdir. Bu da 1s2, 2s1 şəklində qurtaracaq. Götürək birinci qrupun digər elementini, natriumu. Natriumda 11-ci elementli dəyərlər 1s2, 2s2, 2p6, 3s1 dəyərlər. Yəni, bura diqqət eləyək. Deməli, biz nə gördük? Birinci qrup elementlərinin hamısının sonluğu S1, S1, S1 ilə qurtardı. Birinci qrup elementlərinin hamısının sonluğu S1, S1, S1 qurtardı. Mən bu arada əsas yarım qruplara baxacağım. Sonra dahası, keçək növbəti bir element götürək. Daha sonra növbəti bir qrup götürək. Məsələm üçün deyirəm, mən 5-ci qrupun 2 dənə elementini götürürəm. Azot, hansı ki bu 7-ci elementdir. 1s2, 2s2, 2p3
Sonra fosfor. Bu 15-ci elementdir. 1s2, 2s2, 2p6, 3s2, 3p3. Dəyərlər, baxın, azotun xarici təbəqəsində, yəni burada 2 dənə təbəqə var, birinci təbəqə var və ikinci təbəqə var. İkinci təbəqədə fikir verin, S2P3 qurtardı. Sonra fosfor, burada 3 dənə təbəqə var. Birinci təbəqə, ikinci təbəqə və üçüncü təbəqə. Yenə də sonuncu təbəqəyə baxın, S2P3 qurtardı. Burada da sonuncu təbəqə S2P3 qurtardı. Onda belə çıxır ki, elementlərin elektron sonluqları ilə onların yerləşdiyi qruplar, yəni ailələr arasında bir əlaqə varmış. Biz indi bu əlaqəyə baxacağıq. Mən burada qoy, bir silim bunları geçək, təmizləyim. Sizin üçün bu əlaqəni bir-bir yazım. Dəyərli dostlarım, deməli belə bir şey var. Bir A qrupunun elementləri. Baxın, bir A qrupunun elementlərinin hamısının sonluğu qutarır S1 ilə. Biz bunun əvvəlinə bir dənə N də əlavə eləyək. Olur NS1. Bu arada birinci qrup elementləri adlanır qələvi metallar. Sonra ikinci qrupun elementləri, yəni 2A-nın elementləri sonluğu qurtarır NS2 və burada olan bir çox elementlər adlanır qələvi torpaq metalları. Yəni qələvi metallar birinci A qrupu, 2A qrupu da qələvi torpaq metalları adlanacaq. Sonra dahası keçək növbətisinə 3A elementləri. Bunların elektron sonluğu NS2, NP1 qurtarır. Sonra 4A qrupunun elementləri elektron sonluğu NS2, NP2 qurtarır. Fikir verin, üstlərini toplayın, qrupun nömrəsini verəcək. Sonra 5A qrupunun elementləri NS2, NP3. 6A qrupunun elementləri olacaq NS2, NP4. Bu arada 6A qrupunun elementlərinin bir çoxu adlanır xalkogenlər. Sonra 7A qrupunun elementləri olacaq NS2, NP5. 7A qrupunun elementləri də adlanır halogenlər. Sonra 8A qrupunun elementləri də NS2, NP6. Bunlara da biz deyəcəyik nəcib və yaxud da təsirsiz qazlar. Dəyərli dostlar, deməli, bir də mən geri qayıdım bir elementlərin dövrlər üzrə element saylarını sizə deməli nümayiş etdirim. Dəyərli dostlar, dövrlər üzrə element sayları necədir? Baxın, bunu bir geri qaytaraq. Fikir verin, birinci dövrə diqqət edin. Birinci dövrdə var hidrogen və var helium. Hidrogeni çıxsaq, helium təsirsiz qazdır. Gördüyünüz kimi, cəmi 2 dənə element var. Birinci dövrdə, hidrogen və helium. İkinci dövrə baxın. Litium, berilyum və gördüyünüz buradakı 6 dənə element. İkinci dövrdə qısası olacaq 8 dənə element. Həmçinin üçüncü dövrdə də var 8 dənə element. Dördüncü dövrə baxırıq. Dördüncü dövrdə bütün bunları nəzərə alsaq, var 18 dənə element. Həmçinin 5-ci dövrdə də var 18 element. Şagirdlər deyirlər ki, ay müəllim, yəqin 6 və 7-də də görürsünüz eyni saydadır. Yəqin 18 element var, amma deyil. Dəyərli dostlar, 6-cı və 7-ci dövrlərin hərəsində 32 element var. Ay müəllim, belə niyə oldu? Baxın, səbəbi budur. Lantanoid və aktinoidlər. Axı, lantanoid və aktinoidlər biri 5-də, biri 6-da yerləşir. Onların sayı da 14 dənədir. Hərəsi də 14 dənədir. Təsəvvür edin, normalda 18 dənə olmalıydı. Üstünə də 14 gəlin, 32. Onda belə çıxır ki, baxın, birinci dövrdə var 2 element, ikinci dövrdə var 8 element, üçüncü dövrdə var 8 element. Bunlar kiçik dövrlər adlanır və kiçik dövrlər yalnız A qrupunun elementlərindən ibarət. Burada əlavə yarım qrup elementləri yoxdur. Artıq 4-cü, 5-ci, 6 və 7-ci dövrlər böyük dövrlərdir. Burada əsas yarım qrup və əlavə yarım qrup hər ikisi var. 4-cü dövrdə dedik 18 element, 5-ci dövrdə 18 element, 6-cı və 7-də də 18 olmalıydı. Yəni 18 var onsuz da. Bir də onların üstündə 14 dənə də lantanoid və aktinoidləri əlavə elədik. Bu da eləyəcək 32 element. Element sayları bu şəkildə olacaq. Dəyərli dostlar, gəlin özümüzü yoxlayaq, görək nələr öyrənmişik. Baxın, bizə elementlər verilib, deyir ki, eyni qrupa aid elementləri qruplaşdırın. Elektron sonluqlarına əsasən, daha doğrusu gəlin elektron konfigurasiyasını yazaq. Elektron konfigurasiyasına əsasən də onların yerlərini təyin edərik inşallah. Birinci elementimizdə nə demiş bizə? Deməli, 8-ci element. Bu necə olacaq? 1s2, 2s2, 2p4. Yəni, sonluq necə qurtardı? s2p4. Bu da hansı qrupa xasdır?
Bu da 6-cı qrupa xasdır. Baxın, üstlərini topladım, elədi 6. Deməli, bu 6A-nın elementidir. Keçək növbəsində 6-cı elementimiz 1S2, 2S2, 2P2. Yəni, üstlərini topladım, 6 elədi. Bunun proton sayı və ya elektron sayını verdi. Bu da üstlərini əgər buraları toplasam, fikir vericiniz, mən ancaq xarici təbəqəyə baxdım, daxil təbəqəyə fikir vermədim. Topladıq, elədi 4A-nın elementləri. Sonra 16-cı element, bu da həmçinin 1S2, 2S2, 2P6, 3S2 və 3P4. Yenə də xarici təbəqəyə baxıram, S2, P4-dən qurtarıb, 2 ilə 4-ü toplayıram, elədi 6A qrupu. Sonuncu 14-cü element 1S2, 2S2, 2P6, 3S2, 3P2. Xarici təbəqəyə baxıram, S2, P2 ilə qurtarıbdır, 2 ilə 2-ni topladım, elədi 4. Bu da oldu 4A qrupunun elementləri. Yəni, əgər biz eyni qrup üzrə qruplaşdırırıqsa, birinci ilə 3-cü eyni qrupa aiddir, İkinci ilə də 4-cü eyni qrupa aiddir. Burada bir şey deyim sizə, dəyişəcəklər. Bu kalium demək deyil. Yəni X, Y, Z, K bunu demək istəmişəm. Bilirəm, bəzən şərhlərdə yazılır. Mən kalium axı 14-cü element deyil, bilirəm. Mən burada sadəcə X, Y, Z, K bunu demək istəmişəm. Dəyişəcəklər, diqqətiniz verir. Təşəkkürlər. İnşallah növbəti dərsdə görüşərik.